Selamlar, saygılar, hörmətli eşidənlərimizə, dildaşlarımıza. Bugün də 55-ci təxəssüsü bərnaməmizdəyik. Xordad ayının 30-udur, 1405 ki, bərabərdir Juan ayının 20-si 2026. Danışılacaq mövzu İslamdan sonra Türk dilində yazılan Qutad Qublik kitabı haqda olacaqdır. Danışılacaq mövzular ibarət olacaqdır. 1. Kitabın adı və yazarı. 2. Yusif Bala Sağonlu kimdir? 3. Qərəxanlılar və onların hökuməti. 4. Kitabın üslubu və şəxsiyyətləri. 5. Kitabın yazılma səbəbləri. 6. Kitabın müxtəlif bölümləri. Və 7. Birinci bölümün əbiyyatının təhlili. Özgür bəy, cənabları, əgər söhbətiniz olsa buyurun sizə bir qıssa eşidək, sonra sayğıdəyər Doktor Rəhim Ağbayrağın xidmətlərində olacaq bu gündə. Teşekkür ederim Elgar Bey. Ben de bir daha bütün yoldaşlarımıza, Kimyaxan başta olmağına selam, Cənab Doktor Rəhim Ağbayrağın selam ve bütün bizi indi və sonra eşidən yoldaşlarımıza salam. Elgar bəy, mən istəyirəm deyəm ki, bizim səsimizi indi rəval olaraq radiomuz 2 dənə saytımızdan harayradio.net və haray.net-dən gedir və bundan ötəsi indi biz mahvara Türkmen Aləm 52 dərəcə şərqi Yahsətdə də varıq və bizi eləyə bilərlər yoldaşlarımız bu mahvaradan da eşitsinlər. Bir də bizi dəyərli yoldaşımız Araz Sulduzlu da bizə qoşulublar və ITB TV-dən də indi canlı olaraq yayılmaqdadır. Sağ olasınız. Elgar bəy, buyurasınız lütfen. Mən də sizə təşəkkür edirəm. Bütün dostlardan, Kimyaxan Qəmbərzadə və əziz dostlar eşidənlərimizdən otağımızın başlanışında təbii məmul cənab Ay Doktor Rəhim Ağbayrağı eşidəcək. Buyurun Ay Doktor, mayk sizdədir. Çox xoş gördük bir daha. Çox salam. Gecəz xeyir olsun inşallah. İranda, Təbrizdə, Azərbaycanda yaşayanlar və dünyanın hər yerində olanların bəxti xeyir olsun inşallah. Deyir, əql bir məşəldir. Kör üçün gözdür, ölü tən üçün candır, lal üçün sözdür. Elə bu kitabdan bunu dedim. Yəni, əgər məndən indi bu günlərimə biri soruşsa ki, Türklərə Qur'an-ı Kərimdən sonra hangi kitab daha kutsal, müqəddəs və önəmli, mühimmidir? Mən deyərəm, Qutad Qublik. Bu kitab mühimmidir. Amma bədbəxtçilik bilirsiniz nə mənədir? Bədbəxtçilik budur ki, qabaqçı rejim ki, heç bu taza rejimdə də çox az çap olubdur bu. Qabaqçı rejimdə bu qədəğən idi, bu kitabın çapı qədəğən idi. Müəllif ağay Məhəmməd Rza Bağbani Kərimi döydürük ki, bizim də elə otaqlarımıza qarışıbdır, gəliblər, burada da söhbət eləyiblər. Onlar deyirlər, imkanı çap və nəşri bu kitab yox idi. Və bunun səbəbi buna gedir ki, Arya pərəstlər, o şubiyə quruhi, dünyanın bütün ədəbiyyatından, indi bu Hemingway olsun, Amerikadan gəlsin Tolstoy olsun, Dostoyevski olsun, Jack London olsun, Jules Verne olsun, tutun bütün dünyanın ədəbiyyatından kitabları çap eləyib də İranda. Vəli bizim öz ədəbiyyatımız, yəni fars dilinin bir gözəl şahkarı vardı, Şahnamə-i Firdevsi. Biz də ehtiram qayılıq ona, hər nə mənədir. Hər halda onlar onu sevirlər. Bu, indi bir Tacikistanda da söyə bilər, Əfqanistanda fars olsa o da söyə bilər. Yəni fars dünyasında bu sevilir. Türk dünyasında da buna bağlı olmayaraq ki, hangi sınırda, hangi ölkədə bu yazılıb, necə ki, Qur'anı, biz Quran Ərəbistanda yazılıbdır, orada vəhy olubdur. Vəli indi bir nəfər gətirə Xuzistanda bunun moridində danışa, ya Nəhcül Bəlağə moridində danışa, müttəhəm olasan pan ərəbsən, yox. Bu əsən fərotər az mərzlərlə bəzi kitablar.
qutadğı bilik fəratər az mərzlərdir, sınırların ötəsindədir. Yəni bizim cavanımız indi xiyabanda tutaq, bu Çarra şəhərində, Abrasanda, Vəliəstdə deyək, cavan 2-3 dənə nevisəndədir. Gabriel Garcia Marquez-i şayad tanıya, Paulo Coelho həttəmən tanıyar. Bilmirəm bu Türkiyənin taza nevisəndələrinin şayad neçəsini tanıya. Amma hətta Oşonu şayad tanıya məsələn. Xub, Hindistandan da nevisəndə tanıya. Amma öz böyük şahkar ədəbisi, yəni o iki Şahnamə Türklər deyiblər. Onu tanımaya. Soruşaq ki, Şahnamə Türklər nə mənədir, adı nə mənədir, harda deyil, kim deyibdi? Şahnamə Farsi bilir, Əbulqasım Firdevsi bilir, qəbrinə də gedibdi. Amma bu bəhanə ilə ki, bu vəhdət bəxşidir, o vəhdət bəxşidir öz yerində. Vəli aya çün biz türkü danışırıq, ədəbiyyat türküdən gərək ittilamız olmaya, xəbərsiz qalaq. Gəlin bunun adından biz başlayaq. Bunun adı qutadğı bilikdir. Adı biraz çətin gəlir. Vəli bunu neçə seri bu günlərimə ad aparacağam. Təkrar deyəcəyəm. Bu 2 saatda ki, qulaqlara tanış olsun. Siz də bunu bir kağızda yazın. Pisdir, bunu örgəşə hamımız və bir yerdə də danışanda, işlədəndə heç olmasa öz ədəbiyyatımızdan, fərhəngimizdən də bu kitabın adını düz deyək. Qut hamımız bilirik nə mənədir. Dəfələrdə bu Clubhouse-larda danışmışıq ki, bəxt və səadət günəşin simgəsidir. Biz məsələn vaxtı deyirik, Türkiyəlilər deyirlər, bayramımız kutlu olsun, həmin kut mübarək olsun, kutlu olsun. Ya kutsaldır, yəni müqəddəsdir. Kut oradan gəlir. Be növi Farsıda fərəh-i izədi olur. Yəni hökumətə məşruiyyət ilahi qazanmaq. Bu işi bir qutsal bir güc Allah tərəfindən verilə hökmranlığa biz buna qut deyərik türküdə. Qut ad, at ya ad, hər ikisi də təsvəndlə ekdilər. Əslində icad eləmək, yetirmək bu mənisindədirlər. Məsələn biz deyirik ki, patdat, çatdat. Burada qutdat, qutad, yəni bunu əncam verir, müqəddəs elə, mübarək elə. Qutad, qu yəni pəsvənd ismi sazıdır da bu cür nə deyək. Yəni məsələn biz deyirik gözgü, bu aynıya gözgü deyirik. Bu gü axırında bu bir pəsvəndidir ki, vəsilə bunu yaraldırır. Yazıcı, bilgi, bilirsiniz burada da deyirik qutad, qu ya qutadci ki Uyğur dilində qu olur. Burada yəni o vəsilə ki bizi səadətə yetirəcəkdir. Hər elmi danışı ki bizi səadətə yetirəcək, ona biz deyirik qutadqu. Mübarək eləmək, mübarəkiyə çatdırmağın vəsiləsi. Bilik amma 2-ci bölümdür. Pəs qut ya bəxt və səadət ki, fərəh-i izədi dedik olur. Hökumət məşruiyyət tapır göy tərəfindən ya əgər istəsəm bu günlərimə deyəm, ayin şəhriyarı. Və bilik bilgidən gəlir, bilməkdən gəlir. Biz qabaqcan yadınızda olsa Sümer bəhsində bilgəmişdən danışdıq 1-2 cələsə ya 3 cələsə ki bilgəni dedik, yəni bilmək, danış, elm və bilgə xaqandan ad apardıq sonralar, bilgə xatundan ad apardıq sonralar dedik. Bilgə əslən bizim dilimizdə 6000 ildir, 7000 ildir vardı. Və cəlib budur ki, bu günlərimə ki biz Qaraxanlılardan danışacağıq, onların xaqanlarının birinin adı Bilgə Ansur Qadir xan idi. Yəni burada da biz bir adi türklərdə bilgə ilə başlamış və danışa rəbti olmuş bu adı görürük Bilgə Ansur Qadir xan. Bilik əslində Qaraxanlılar zamanında çox da danışa deyilmirdi, çox da yasağa deyilirdi. Yəni fəramin qanunlara deyilirdi ki, bilikləri ya bu mənasını deyək ki, qutadqu bilikyanə mənə, yəni qutlu olan, qutluğa çatdıran bilgi, danış, fərman, fərmanha ya ayin şəhriyarı bu cürsünə deyək. Bu kitabı ki mən çox təhlil eləyəcəyəm, indi bilmirəm 2 cələsə çəkə, 3 cələsə çəkə. Bu ağay Məhəmməd Rza Bağban Kərimin در واقع kitabıdır. Yəni onlar gətiriblər o Türkiyə Uyğurudan Türkiyə Azərbaycaniyə çeviriblər və Farsçada əsasında hər səfədə bunların əbiyyatların farsısını yazıblar.
və 1389-da Çərəzdə Pinar Yayın evində bu yayılıbdır. Bu kitabda məmləkət nə cür dolana bilər? Əslində bilirsiniz, başçıya deyib də, yəni hökmranlara deyib, ilk adama deyibdi. Başda olanlar, çünki biz deyirik ki, balıq başdan xarab olar, quyruqdan heç xarab olmaz. Yəni hakimlər, bir kişvərin rəisləri, müdirləri, vəzirləri, rəis cümhurları əgər bir qanunu riayət eləməsələr, millət də onu riayət eləməz. Bir dostumuz var idi, Ağay Cəmal rəhməti, karikaturist idi. Bir zaman Tehranda mənə dedi, Rəhim, millət dövlətdən dəqiqən kopelər və dəqiqən həmanı təkrar elər. Yəni, əgər bir narisayı, əyriliq da vardı millətdə, tutacaq böyük başlarımızdan ki, onlar bunu düz işlətməyiblər. Farsıda deyər, əgər zibağı rəiyyət məlik xورد سیبی برآرند غلامان درخت را از بن. Yəni, əgər bir rəiyyətin bağından bir xan, bir bəy, bir alma dərə, o qullar, o əskərlər ağacı kökündən çıxardıb apararlar. Və əgər biz bu günlərimə bu durumda oluruq, o ixtilas eləyənlər, o uğurlayanlar, o yalan danışanlar, o əyri gedənlərdən gərək bunu tutaq. Bu kitab bunu istir islah eləsin. Üzücü nə mənədir? Üzücü budur. O ki, Rus, türklərdən bütün çəkibdir bu günəcən və bu günlərimə də bütün əvəz açır. Yəni, türklərin hamısında, hətta keçən bölümdə biz söhbət elədik ki, Stalin zamanı sən türk adını işlətmək olmazdı. Pişəvəri Benavada ona görə burada türk kəlməsini, Azərbaycan dili deyirik, bilmirəm, Azərbaycan dili, amma türkü dil işlətmirik, demirik, yazdıqlarında işlədə bilmirik. Çünki fərman odur ki, nə qırqız, nə özbək, nə türk, nə Azərbaycan, heç kəs bu türkü kəlməsini gərək işlətməyəydi. O ki, Rus. Sonra da gəlir, qəşəng də uğurur. Bizdən də hər nə mənəmiz vardı, uğurur. Asar bastanımızı uğurur, təməddünümüzü uğurur. Gətirir də, o yekəlikdə Şurəvinin, ərteşinin adını qoyur, Qızıl Ordu. Qızıl bilirsiniz, به معنی طلا دایره، به معنی گلد دایره، به معنی qırmızıdır. Qızıl Ordu ya ərteş surx. Altın qızıl mənisindədir, yəni təla mənisindədir. Qızıl Ordu ya ərteş surx hamandır ki, Moğollar ki, türklərindən əlbir olmuşdu, çünki Moğollar çox az idilər və Qızıl Ordu haman türklərin ordusu idi. Ta gəlir yetişir qızılbaşlara. Yəni ona ərteşin adınacan uğurur o ruslardan. Qeydaq şubiyələrə, onlara əslən o zamanki kompani, Hind şərqi gəlir, bir tarix təməddün düzəldir ki, siz belə pişrəftdə bir məmləkət idiniz, İslam gəldi, çörradı. Onun dastanı neçə dəfələr demişik. Yetişdi Avropalılara, Avropalılar da ki, azıqlı idilər, biləxərə Osmanlılar getmişlər, qəlb Avropa alırdılar, türklər dəfələr Atilla zamanını onları incidiblər. İndi bunlar hamısı əlbir olublar. Bizim böyük bir şahkarımız gizlin qalıb bizim gözümüzdə. Vaxtı gizlin qalır, bilirsiniz nəyə bənzəyir? Eyni buna bənzər ki, mən məsələn indi 52 yaşım vardı. Bütün təcrübələrimi əlimdən alarlar, bomboş. Yəni bilmirəm ki, simə əl vursam bərq tutacaqdı. Su nə cür açam, su nə cür gələr, yemək nə cür olar, diş yumaq nə cür olar, heç bilməyəm. Bütün təcrübələrimi silələr. Keçəcəyimlə, güzəştə, tariximlə bütün ilgimi, irtibatımı qıralar. Əgər türklər bu sünnətlər, bu kitablarla qırılıblar, böyük bədbəxtçılıqları oradan başlayıbdı ki, minlər il hakimiyyət eləyiblər dünyaya, sonra vaxtı bunların hamısını əlindən alıblar, yəni onda qərb başlayıb pişrəftə, şərq başlayıb dal oturmağa, çünki şərqin gücün alıblar bu şəkildə. Təcrübələrin əlindən alıblar. Və biz bu günlərimə bu çətin şəraitə düşmüşük. Bu kitab ilk şahkarlardandır. Ədəbiyyat heç İslamdan sonra, İslamdan qabaq nə mənələr vardı, bilirsiniz, çoxları aradan gediblər. Məndən soruşanda ki, əvvəl nə mənədir, mən deyərəm bilgəmiş. İndi birazı gülər, birazı gülməz. Öz-özümə bayaq fikirləşirdim ki, məsələn, indi biz gün ki deyirik, bu günü Sumerlər parlamağa deyirdilər. Parlamağa farslar tabidən deyirlər. Tabidənin əgər sifət failisini cürcəsək, onlar aftab. Sumerlər günü aftaba bəsləyirdilər. Yəni, onlar aftab deyirdilər. Və o to deyirdilər günün adına.
Bizdə oto deyirdi Ay Şahmərsiz səhifə 69 kitabında bunu gətiribdi. Qəbl az inşiş bu bəhslər başlıca gətirib bu kitabında. İndi elə bir fars dilində deyirik ki, xov siz xورشید deyirsiniz, Sumerlər amma aftab deyərdilər. Siz aftab deyirsiniz, onlar xورشید deyərdilər. Bu gülməlidir. Yəni biz də məsələn fərz eləyək ki, türkçük buna başlamışıq qısqanclıq, həsadətlə bu deyirik. O da istir tozih versin ki, yox, aftab به معنی تابیدنdir. Xورشید də bu məniyədir ki, qabaqsan işlədərlər, biz də işlədərdik. Biz də inkar edirik, yox, bu cür ola bilməz. Biz o cür gülməlisən, qəbul edir, eləsin, eləmir, eləməsin. Vursaz indi əlhəmdülillah huş məsnui var. Günə nə mənə deyirdilər və gün indi mənisi nə mənədir, onda nə mənə idi. Mən bunları gətirirəm, o Danulduz səfələrində bunlar vardılar. Elmi səadət, danış müqəddəs və danış mübarək adında biz bu günlərimə bir kitabdan danışırıq ki, Qərəxanlılar zamanı, Qərəxaniyan zamanında Türkistan ki taza müsəlman olmuşdu, orada yazılıbdı. در واقع o zaman ki Firdevsi də Şahnaməsini yazırdı. Yəni həm zaman, həm Balasağunlu Yusuf. O həm diriydi kitabını yazırdı, həm Əbülqasım Firdevsi Tusta o diriydi, o da kitabını yazırdılar. Və cəlib budur ki, bunlar əcib şəkildə hər ikisi də bir vəznə əruzda yazılıblar. Fəulən, 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 fəul yazılıblar. Yəni hər ikisi Şahnamə ilə bir vəzndədirlər. Və cəlib budur ki, Şahnamədə onda 5000 beyt idi. Sonra 60.000 beyt olub ilhaqı. Amma bu 6645 beyt 70 beytzat ilhaqısı var. Yəni sonradan artılıb ki, o da kitabın axırında yazılıb. Axı indi biz Şahnamədən nə mənə deyirik ki, bu pis söz deyib də deyil, bu sonradan ilhaqıdır. Düz daha gedib bu əvvəl nüsxələrinə baxanda biz görürük elolarda da vardı ilhaqı. Nəcür olubdu və siz nəcür başlayırsınız? Mən onu hala işim yoxdur. Yusif Xass Hacəb. Xass Hacəb niyə deyirlər? Yəni vəzir məxsus. O kartunda deyərdi Mitikoman vəzir məxsus. در واقع buna bir dənə ləqəbdir veriblər. Qələmroo dövlət Qərəxatayanda yazılıbdı. Şəhri Tuğmut Qırğızistan tərəfində olur. Bunu 50 yaşında yazıb. Bu 60 il ömrü eləyibdi və 50 yaşında bunu yazıbdı. Kaşqərdə veribdi Qərəxanlıların fərmandehinə, fərmanrəvasına Tubqaç Buğraxana. Bunların hamısını deyirəm ki, səbt olsunlar üçün bu 55-ci cələsədir və mən belə inanıram ki, hər cələsədə biz bir kitab yazmışıq şəfahı. Sonra bunlar əgər məktub olalar, yazılarlar, kağıza gələrlər, heç olmazsa kitabda olmasa, bir baləcə kitabça olarlar ki, biz 55 dənə kitab yaza gedirik. Bunları istəyirəm, ona görə kamil ittilaat verəm. O mühəqqiqlər, cavan mühəqqiqlər ki, bundan sonra gedəcəklər. Bu Tubqaç bilirsiniz, Buğraxan əslində Buğra maya ata deyərdilər ki, saxlardılar bu bala versin, ya iki güvənli dokuhanə, iki güvənli maya dəviyə deyərdilər. Buğra buradan gəlir. Tubqaç Buğraxan əslində Kaşqərin yaxınlığında Ərtuc. Ərtuc da indi Ərteş deyirlər. Həm türklər, həm farslar Ərteş deyirlər. Bəli, qədimki nüsxələrə baxanda bu Ərtuc yazılıbdı. İndi Ərteş yazılıb Kaşqərin yaxınlığında. Ona hədiyyə verir. Bəli, ləqəb alır müşavir ali. Yəni nə mənə Xass Hacəb. Ona görə Yusif Xass Hacəb deyiblər. Əslində Balasağunludur. Bala ki müşəxxəsdir. Sağunlu da sığılmaqdan gəlir və sığınmaq ya sığılmaq decə deyək der vaxt. Qəliyə deyək Balasağunlu. Əgər bunun dilini istəsək bərrəsi eləyək. Bu Türkiyə xaqanı, xaqanı türkçüsü ilə, Qərəxanı türkçüsü ilə yazılıbdır. Bilirsiniz, türkçü dilin əgər istəsək, yəni mən bunları bölürəm, bu böləndən sonra fikirəm işlər bir miqdar daha rahat olacaqdır. Türkçü neçə dövrəyə bölünür? Bir Bastan türkçüsünə bölünür. Bastan türkçüsü Mannalardan, Sumerlərdən, Urartulardan. Onlar ki, Rəbbonlulardan danışırdılar. Ox xətti ilə yazılırdı gilin üstündə və Urxun xətti hətta. Çünki Urxun təhbüdər ki, Göytürklər yazıblar. Biz Ulanbatorda görürük ki, bir boşqabın qırağında 17 türkçü kəlmə yazılıb.
və 17 türkçü kəlmə 2500 il bundan qabağınkidir. Bunu akademik ya danışgah fəzalar ki, məmulən qəbul eləməzlər belə bir zətləri. Onlar qəbul eləyiblər bunu. Pəs 2500 il bundan qabaqdan türklərin xətti həman Urxun xətti orada vardı. İndi qeyd edək Sümerəzada ki, bunlar ayrı. Bunlar Türkiyə Bağıstan deyirik. Gəldik qədim Türkiyə 2000-ci bölümdə. Bu həman şamanizm dövrəsidir ki, 550-750 miladiyə irtibatı var. Urxun yenisi o kətibələr ki vardılar, türk kətibələri. Biz bunlara deyirik qədim Türkiyə. Yetişir Türkiyə miyanə. Orta Türkiyə, Orta Türkiyə, Orta Türkiyə ya Türkiyə miyanə həman Uyğur dilidir, Uyğur xəttidir. Çoxtər orada bizə nümunələr qalıblar. Yəni özümüzünkiləri ki, dadıblar, yandırıblar, aradan aparıblar, çoxlarını bilirsiniz. Ola bilməz ki, bu böyüklükdə millətin xətti sənədi olmuyor. Əlbəttə çıxır, oradan buradan çıxır. Mən bunlara sənəd eləyirəm, məktub eləyirəm, yazıram, yığıram bir yerə ki, sonra bunu təşkil eləyəcək. Amma müdəvvən şəkildə bu kitablar aradan aparılıb. Amma Uyğuristanda bunlar qalıblar. 750-850 miladda bunlar vardılar. Ki biz bunlara Xaqaniyə türkü deyirik. Qərə Xaqaniyan. Ta gəlirik, yetişir məsələn 1200 miladiyə. Ki biz baxırıq Kaşqəri kitabını yazıbdı. O məşhur Divan Lüğat Türk ya Yəsəvi, ya Qutadğu bilik ki, büyük nəğmə danışırıq. Bunlar o dövrədə yaranıblar. 1000 il bundan qabaq yaranıblar və 4-cü mərhələ ki, Türkiyə müasirdir. Bəs bu da bu kitabın dili. Yetişdik bir yol bundan neçə nüsxə vardı? Nüsxələr ki vardılar. Biri nüsxə Viyendir. Bu köhnə Uyğur xətti ilə yazılıbdı. Həratda tapılıbdı. 13-cü qarnında yazılıbdı miladi. Yəni Şahrux Mirzə Teymuri o zaman ki Teymurlar, Türklər Əfqanistanda hakim idilər. Bu Xarəzmdə yazılıbdı, Türkmənistanda Toqata aparılıbdı Anadolu tərəfində və 1474-də Əbdülrəzzaq adında biri bu nüsxə xəttini götürüb aparıb İstanbula. Orada da Yusuf von Hammer Purgstall bir Almanlı mühəkkik aparıb Viyenə. Buna nüsxə Viyen deyirlər. Bəs bir bunu bilin. Çox mühümdürlər bunlar. Düzdür, bizlərə siz ehtimalən yuxlada, hövsələnizi apara, tez otaqdan qaçasınız ki, gedin topuma baxım. Amma bizləri hövsələ eləsəz, şirin yerlərinə yetişəcək. Buraları rəddlıq. Ehtimalən də bu cələsə o şirin yerlərə yetişməyək. Bəli, bunlar bir əsasi bir söhbətlərdirlər. Gərək oleydilər, gərək bizim cavanlarımız eşidəydilər ta yetişək bu kitabı bitirə bilək 2-3 cələsədə. 2 Qahirənin nüsxəsi Xədiv kitabxanasından 1896-da ərəb xətti ilə türkçə yazılıbdı, amma ərəb xətti ilə. O cür ki, indi biz özümüz türkçə yazanda o cür yazırıq, məsələn, kommentlərdə zətdə. Baxın, Xədiv deyəndə çox həssasam mən ora. Be xatir bir ki, qarn 14-də bu təqdim olunub İzzəddin Aydəmirə. Əmir Məmluk Misri idi. Misrlə Şamın bilirsiniz. O zaman əmirləri, böyükləri, sərkərdəhay, nizamisi türküdülər. Ona hədiyyə veriblər ora. Əgər əhəmiyyətini istəyirəm deyəm, biri də bu səbəbdən və cəhətdəndir. Be xatir bir ki, Nizamı da orada tapılıbdı. Nizamının türk şeirləri orada tapılıbdı. Düzdür. Sonra bulan bir qismət Nizami Qaramanlı ilə qarışıq idilər. Rəhmətli Ayıb Bəyat Zəncani ki, İranın lap böyük nizami şinasıdır da. Onun üstünə yox idi ki, rəhmətliğin Zəncanda da danışqahda tədris elərdi. İran bütün danışqahlarında. O gəldi, dedi ki, bunlar Nizamınınkidir, Nizami Gəncəviyinkidir. Ayırdı hətta bunları da ki, hangisi Nizamiyinkidir. Bilirsiniz, ona nə həml elədilər? Onlar ki, bir beyt Nizamidən şeir oxumamışlar ki, iştibah eləsən Nizami türklərdir, bunlar türklərdirlər. Mən ona görə Xədivə həssasam ki, baxın, bu da orada tapılır. Pəs əgər türklər orada hakim idilər və fərhəng pərvər idilər, pəs biz gərək gedək orada, o kitabxanada ayrı bir nüsxələr və böyük gənclərimizi orada axtaraq. 3-cü nüsxə Fərqanə. Bu da ərəb əlifbası ilə türkçə yazılıb Üzbəkistanda və o yerdə ki, dəqiqən İpək yolunun ortası, Türkistanın düz qəlbində. 1913-də də Professor Zəki Vəlidi Tuğan bunu Türkistandan götürübdü, aparıbdı. Yəni biz eləyə bilirik 3 dənə burada nüsxəni ki, xəttidir, mötəbərdir, məşhurdurlar, istinsaq olublar. Bu kitabdan sizə mərifə eləyək.
Gələk Yusif Balasağunlu kimdir? Yusif Balasağunlu 1019 miladda dünyaya gəlir. Harda? Balasağunda. Qərbi Türkistanda, Qırğızıstanla در واقع Qəzaxıstan arasında və müqəddəmi kitab nəsrləndir, sonra nəzm, yəni şeirlə sonra yazılır. 85 babdır, 6645 beytidir, vəzni əruzdur. Xətti Uyğur xəttidir, türkü xəttidir və türkü yazılıb. O zaman ki Farsi və ərəbi dilləri nüfuz tapmışlar ədəbiyyatda, məxsusən şeirdə. 77 beytdə ilhaqısı vardı. Özü də onlar yerdə bu türkü dilin alqışlar. Baxın, məsələn, bir yerdə deyir ki, geyik təki gördüm, bu türkcə sözün. Geyik, yəni ahu kimin. O cavan ahu ki, qaçar və onu ovlamaq, tutmaq, şikar eləmək çox çətindir. Deyir, türkü dilin eyni o ahu kimin gördüm ki, ovlamağı o cür tənnazdır, tutması o cür çətindir. Bu şəkildə ağır bir dildir. Və biz bu tədqiqlikdən sonra görürük ki, ayrı yerlərdə də bizim ədəbiyyatımız qalıbdır. Məsələn, Utbətül Həqaiqdə ki, bu Astani Həqaiqdə der vaxtı mənisi elə Qərəxanlılar zamanındadır. O da elə orta türk dili ilə yazılıb şeir, Ədib Əhməd. Biz görürük orada bəyat, tanrı, hələ bunlar moddan düşməyiblər bu kəlmələr və gəlirik Fəxrəddin Məhəmməd Mənsur Mübarək Şahdadır ki, Şəcərətün Nəsabda, yəni nəsəblər ki, türk xandanlarına var. Bu kitabında Tanrının mütəradifi Allah yazır. Ya gəlir ulu tanrını deyir Xudavənd, ya bəyatı gətirir deyir İzzət mənisindədir. Biz o zamanacan bu ədəbiyyatı görürük, hələ türk ədəbiyyatı davam edir və o əsl bizim türk kəlmələrimizdən mühafizət edirik və dilimizi bizim qoruyur. Bu bizim ilk bölümümüz. Əgər sualımız vardı, onu mətrəh eləyin, ondan sonra gedim ikinci bölümə. Çox təşəkkür edirəm. Bu mövzudan istəmirəm çıxam, vəli istirdim ay doktor. Bu da sonra otan axirində əgər zaman olsa buyurasınız ki, Manas həmansəsi ki, qarni 9-10 təqribən yazılıb və 553.500 beyti vardı. Sayaqubay Qarayov da onu eləyib. Ən uzun mənzumə həmasədir dünyada ki, 20 bərabər həmasəyə Homer və İlyad və 11 bərabər həmasəyə Şahnamədir. Əlbəttə bilirik Şahnamə 50-60 min beyt ilhaqlərindəndir. Manas həmasəsi türk dünyasının və bəşəriyyətin təkcə bir kitabıdır ki, Kenis rekordunda da varid olubdur. Mən vaqiyyəti Şahnamə Firdevsi və Qutlu Bilgi ki, fasilələrdə 60 il fasiləsi vardı Firdevsunun yaşadığı zamandan və ya o şeirləri ki vardı. Müqayisə eləyəndə Şahnamə Firdevsi, Qutadqubilik və Həmasəyi Manas. Siz şayad bu sual mənim zehnimə gəldi şəxsən ki, niyə Şahnamə Türkxan, türklərin Şahnaməsinin Qutlu Bilgini intixab eləmişsiniz ki, bilirik, biraz da siyasətnaməyə yaxın bir kitabdır. Niyə Manas mərrifi olmur eyni Şahnamə kimi? Əgər istəsəz, ay doktor, buna da bir cavab verəsiz axır otaq, ya da əgər idamə bəhsinizi kəsməsə, buyurmanız. Əlbəttə Manas özünüz bilirsiniz 1792 miladda yazılıbdır, amma iddia olunur ki, 1000 illikdir. Bunu biz isbat eləyə bilmirik. 1995-də də gəldilər, bunun 1000 illiğin cəşn tutdular Qırğızistanda. Bəli, 500 min beytidir, çox böyük əzim rəqəmdir. Siz müqayisə eləyin, 5000 beyt Şahnamə Firdevsi gəlib olub 60 min beyt, yəni 50 min beyt də deyil, 60 min beyt də deyil. Bu 500 min beytdir. Onun 10 bərabəridir hətta o belə ilhaqlar gələndən sonra. Şimdi Manas adında bir pəhləvandır. O gəlir qovumlar içi düşmənləri Xatadan var, Qalmuqda var. Onlarla hələ vuruşur. Sözüm yoxdur. Amma mən istəyirəm sizin cavabınızı səhifə 117-də verəm. Özü yazıcı Yusif Balasağunlu deyir ki, Çinlilər buna Ədəbül Məmluk deyirlər. Maçinlilər buna Ənisul Məmalik adlandırırlar. Məşriq elindəki olanlar isə ona Zeynəbul Umara deyirlər. İranlılar buna Şahnamə, Turanlar isə Qutadqubilik söyləyirlər.
Yəni əgər bu şahnaməyə ki də səbt olunubdur, rəsmidir, hamı bilir, bəli, 1000 illik tarixi vardı. Bu özü deyir ki, buna şahnamə deyirlər. Bəli, şahnaməni nəqqallar oxuyarlar, mərdumun arasında elin içində yayırlar. Amma bunun önəmi nə vuruşma, savaşma, nəql, əfsanə, usturə, təvəhhüm, xiyalat, nifrət bunlar yoxdular. Bunun hər sətri müqəddəsdir. Mən dedikcə siz ləzzət aparacaqsınız. Yəni bunu neçə beytlər bilmirəm, neçə cələsə çəkəcək. Siz ləzzət aparacaqsınız və axırda təsdiq eləyəcəksiniz ki, biz buna niyə daha önəm verməliyik? Çox məmnun. Əgər dostlardan sualları olmasa, Kimya xanım, əgər sizdə nəzəri söhbətiniz olsa, mayxı aça bilərsiniz və mənim xass bir söhbətim yoxdur. Çox təşəkkür edirəm bu cavabınıza görə. Dostlardan da məmulən biz otağımızın rəvalində axırı bərnamə gətiririk. Bəli, əgər dostlardan əl qozsalar nəzərə olsa, qısa sual kimi eləyə bilərik. Sizi də eşidirik. Məmnunam, fəqət qısa olsun. Əgər dostlardan görürəm əl qozuyublar, bu cəhətə görə məmnunam, sağ olun. Mən xass bir söhbət yoxdur. Əgər Kimya xanımın söhbəti vardı, qısa da olsa mən səsini eşitməkdən çox sevinərəm. Buyurun Kimya xanım. Sağ olasınız. Salam arz edirəm tamam biz eşidən əzizlərə, hörmətli Düzdürrəhim bəy cənablarına. Bəli, bizim əziz Məcid əl qozamışdılar. Mütmənnəm ki, onun da mütaliələri çox olur. Mən bir sual elə bu məhdud, yəni bu zadı ki, söhbət eləmişlər, ehtimalən olacaq. Budur ki, elə mən açdım ki, siz bəlkə mən dəvəti yollamışam, amma Məcid elə bir əksift eləyə bilənməyibdir. Çox təşəkkür edirəm, xas arzum olmayacaq, siz eşidəcəyim. Buyurun. İradətməndəm, çox sağ olun. Ayrıca Rəhmə Bayır, buyurun idamə söhbətisi buyurasınız. Yenə dostlar, imkan olsa axırı otaqda yenə gətirərik. Buyurasınız. Bəli. Fərz eləyin ki, indi bir nəfər istəyir ki, bu məsələn 10 ilin tarixini yaza, İran tarixini. Amma heç işarə Amerikaya eləməyə. Amerikayı ki, biz ondan elə dərgirik, bombaran eləyir, dünyanın böyük qüdrətlərindəndir, iqtisadda, nizamda. Biz ondan əslən ad aparmayaq. İranda cəlib budur ki, 1399-acan Qaraxaniyandan əslən adı siz eşitmisiniz. Yəni qulağımızın dibindədir, Kirmanacan gəlirik, Çindən ta Misracan bunun ixtiyarındadır, samanlar gəlir, aradan aparır, paytaxtları Buxaranı alır, amma heç kitab bunların haqqında yazılmır, heç dərs kitabında bunlar gəlməyiblər və mənə çox əcib gəlir bunları görəndə və eşidəndə. 1399-da fəqət ağay Cəmşid Rustanla xanım Səhərpur Mehdizadə bir dənə 500 səfərlik kitab yazırlar ki, çoxtər işarələr Kirmana və çox canibdaranə. Baxın, bunu kim çap eləyir? Bunyad Məhmud Əfşar çap edir. O bunyadı ki, məmulən indi Şahnaməyə görə çox kitablar çap edir və ağay Məhmud Əfşarınkidir. Məhmud Əfşarı bunu fəqət bilin ki, nocavanlıqda Bəmbəydə cəzb olur bu masonlara. Sonra da tamam o tanınmış. Onlar ki, şinasnamələri var masonda. Yəni Məhəmməd Əli Furuğudan tutun, Ağay Təqizadədən, Əli Əkbər Dehxudadan, Məhəmməd Qəzvinidən, Əli Əsğəri Hikmətdən, Təqizadə Rəzəvdən bütün bunlarla dostluqdadır. Düzdür, adı masonların içində gəlməyib. Amma dövrəsi vaxtı masondular, qərar dəyir ki, bunun da şinasnaməsi çıxı eşiyə. İndi cəlib budur ki, bunun kitabı 1399-da, yəni 6 il bundan qabaq bu kitab çap olubdur. Biz buna baxmayaraq bu qərəxanları qısa surətdə bu 2-ci bölümdə istəyirəm sizə tanıtdıram. Baxın, o ki şaha biz qabaqcandan ad aparmışıq, ad demişik Sumerlərdə. O qalludur. Qal yəni qalin,
qalamaqdan, böyükdən gəlirik və siz baxsınız bunu hər yerdə Luqal yazıblar, amma Sumer xətti çün soldan sağa gedər, qalı əvvəl yazıblar, lu sonradan yazıblar. Bəs biz bu gərək qallı oxuyaq. Bilmirəm niyə bu şəkildə oxuyublar. Əkədin təsiri belə oxuyublar, amma bir qələti rayicdir ki, türkü dilindən uzaqlaşsın. Çünki qal müşəxəs bir kökdür türküdə. Lu da ki, Bəyatludan, Əfşarludan, Məhmudludan tutun getsin. Selamlar əziz dostlar. Mənim səsim var. Sizin səsiz vardır, hələ Aydöktür biz də gözləyəcək bu fasilədən istifadə eləmək üçün. Çünki Aydöktürdə o VPN Evet, Buyurun, sualınız vardı, buyurun. düşündüm. Mən salamlayıram sizi, bütün dostları. Bu ittifaqan əgər mən danışamadım, mayka açamadım, dühtürdən bu sualı da soruşuz da. Bizim o ədəbiyyatımız e, e, bir baxışdan da istəyək bunları təbəqə bənd eləyək. Bölək, elə tamam ədəbiyyatlarda bir ədəbiyyatı məktub olur, bir ədəbiyyatı şəfahi. Yəni bu Qutadqubilik və Divan-ı Lüğat bunların önəmi niyə Manasa görə və Koroğluya görə yuxarıdır? Bunlar ədəbiyyatı məktubdular. Amma Manas və Koroğlu dastanları ədəbiyyat şəfahıdırlar. Ki əlbəttə sonra məktub olublar. Yəni bu 100 ildə, bu 200 ildə Ləbday sonu çatır 200 ilə məktub olublar. Ona görə bunlar çox önəmlidir. Qutadqubilik və o birisi əsərlər ki, Aydöktür dedilər. Elə buna qədər fəqət istədim, elə bunu da düzdür açıqlayalar. Ədəbiyyat məktub və ədəbiyyat şəfahi. Bağışlayın. Yox, xahiş edirəm, məmnunam o söhbətinizə görə. Əgər Aydöktürün səsləri eşidiblər ki, iki qismət ki, ədəbiyyat məktub, Qutadqubilik və o birisi ədəbiyyat şəfahi, Koroğlu və Manas, bəli, şəfahi ədəbiyyatdır. Onların da təbəqə bəndisi ola bilər. Aydöktür, sizin müşkülünüz rəf olubsa, maykınızı açın, bəlkə sizi eşidə bilər. Bəli, səs olmasa mən tazadan sizə itila verəcəm. Mən fürsətdən istifadə edeyim, bir nöqtə də deyim. Dədə Qorqud kitabı da ha belə ədəbiyyat məktub hesab olunur. Niyə biz vaxtı Türk ədəbiyyatından danışanda bir belə Dədə Qorqud kitabın ya Divan-ı Lüğat və Qutadqubilikdən ad aparırıq. Məsələn, mənə sualıdır. Onlar məsələn Koroğludan çox ad gəlmir. Halınki Koroğlu tamamı türk dillərində nüsxələri var. Məsələn, Qəzzaq dilində, Türkəmən dilində, Özbək dilində, hətta erməni nüsxəsi də vardır. Yəni Azərbaycanın özünün bir rivayəti var, Türkiyənin bir rivayəti var. Bunlar çox nüsxə-i məktubu yoxmuş, hərə özü bir rivayət eləyib də Koroğludan. Ona görə adlar dəyişilibdir. Dastan külliyyəti hifz olubdur, amma dəyişilib. Amma siz Dədə Qorqudu eləyə bilənmərik biz, deyək, məsələn, Türkiyə nüsxəsi zaten. Çün ədəbiyyatı məktubdur, bir dənə kitab üzərinə onu mənbə və referens veririk. Bu çox önəmlidir. İttifaqən ədəbiyyatı məktub və şəfahımıza görə və ittifaqən Türk ədəbiyyatında da ədəbiyyatı şəfahi çox üstündür. Yəni o belə ki, ədəbiyyatı şəfahi varımız, ədəbiyyatı məktubumuz mən bilən qədər yoxumuzdur. Bunun üstündə bəhs olmalıdır. Bir də nüsxəyə, bilmirəm, düktür buyurdular, imam havasım olmadı. Qutadqubilikin Hərat nüsxəsi, nüsxə-i Hərat ki, Arminius Vanberi bunu kəşf elədi. Uyğur xətti ilə yazılıb. O birisi nüsxələr, nüsxə-i Fərqanə ki, Zəki Vəlidi Doğan kəşf elədi və o birisi nüsxə, nüsxə-i Qahirə Uləqəmanıma Radlov kəşf eləyibdi. Onlar ərəbi xətti iləndir, əlifbası ilə yazılıb. Bu nüsxə-i Hərat ki, Arminius kəşf eləyibdi, nüsxə-i Uyğurdur və xud Arminius Vanberi də bir dənə böyük şəxsiyyətdir Türk tarixində və ədəbiyyatında. Hətta biləsinə deyirlər, əsən bu Risanə-i Paniranisti deyirlər ki, Payegozar Panturkismdir, Arminius Vanberi. Bunların hala üstündə kaş düktür olaydılar, bunları eşidiydilər, bunların üstünə açıqlayırdılar bizə mətalıb.
İstədim bunu da deyəm. Dədə Qorqud, Divanı Lüğət və Qutatlı Bilik. Bunlar ən böyük ədəbiyyat məktubumuzdur və bunların üstündə həmişə bəhs olur və referens verilir. Şahnamə daha belə ədəbiyyat məktub hesab olur və ona görə önəmlidir. Bunu da artıraq ki, Qutatlı Biliki Ustad Bağban Kərimi 2 cildidə bizim Azərbaycan dilimizə də hala çevirib öcür deyək betərdir. Yaxşı olar. Bu da əldədir. Bunu da deyə bilək oxuyaq. Yəni zəhmət çəkiblər Ustad Bağban Kərimi və kitabın da başlanğıcı bu beytlə başlanır ki, Bayat adıyla sözümü başladım. Bayat bir dənə də məniləri, yəni Allah olur. Allah adıyla sözümü başladım. Və neçə beyt ki mənim xatirimdə var. Məsələn deyir ki, bu türkçə qoşuqlar tuz attım sana, unutma. Oku da unutma, dua qıl bana. Dürüstü türküsü Türkiye Qaraxanıdır. Bizim türkü ilə bizə fərqlidir. Amma bizə bu Türkiye Qaraxanını oxuyanda, ədəbiyyatını oxuyanda adamın əlinə gəlir formulları və bunları rahat çeviririk öz dilimizə və bunları oxuyuruq. Qaraxanlılardan icazə Bəli. versin başlayaq deyək. Qaraxanlılar, qara yəni böyük. Yəni məsələn biz deyirik Qara dəniz, Qara ağac, Qarabağ, Qaradağ, Qaraçay, Qara Yusuf ya məsələn Qara qoyunlu, Qarabaş ya Qaraxatay. Yəni qara yəni böyük türküdə. Yəni, əslində Farux Sümer deyir ki, türk şahları qabaqcan özlərinə qara deyərdilər. Amma bu iki sonra bunu gəliblər ümum mərduma deyiblər. Məsələn Sümerlər özlərinə qarabaş deyərdilər. Bəlkə məfhum nabi idi ki, biz böyük baş insanlarıq və sonralar da bunu elə qarayaxaya, qara baş bütün insanlara deyiblər. Burada gəlirik, görürük şahlarına, Sümerlər əvvəlcən Qallu deyiblər. Lu sonradan yazılır, soldan sağa yazılır, ox xətti, xətti mixi. Əgər biri baxsa, görür ki, əvvəl qaldı, sonra ludur, qalin lu. Qal Sümer dilində və türk dilində yəni böyük, qalin, qalamaq da oradan gəlir. Lu da əfşarlu kimin, bayatlu kimin, məsələn, həsənlu kimin pəsvəndidir, ona bağlı, ekdir bir dənə. Amma sultan bir ərəbi bir lüğətdir. Xana gələndə xan böyüklük irtibatı var. Xaqan da o cürdə. An Sümer dilində, yəni çox yuxarı. Bizdə biz deyirik şanlı, şanlı ordu. Şan an var idi. San, məsələn sanlı adam an var idi. Ya ban, van, Nəxçıvanda, Liqvanda, Vanda, burada da an var, yəni yuxarı yer. Qandi, xandi, sandi, bütün bunlar hamısı ana bağlıdılar. Yəni ucalıq, böyüklük. Və əgər biz İlxanlara baxanda bunlar özlərinə İlxan deyirdilər Qaraxanlılar. İlk ılıqdan da gələ bilər, uluqdan da gələ bilər, böyük. Və buna İlxan deyiblər. Elə ki mən uşaqlıqda fikirlərdim, bu bir el idilər, bir tayfa idilər, qoyunları ilə, çadırları ilə, toz toprağın içindən gəlirdilər. Kitablarımızda elə İlxanla yazıblar ki, ilə irtibat tapıbdı. Bəli, əslində bu İlxan və Uluqxan ki, İlxanın bizdə vardı. Sonra bunlar özlərin Alpertunqadan bilirdilər. Alpertunqa kimdir? Əfrasiyabdır. Muadildir ondan Şahnamə-i Firdevsuda. Əfrasiyab da kimdir? Əfrasiyabın özünün bir tarixçəsi vardı ki, ona işarə eləyəcəyəm. Padşah Turan zəmindir, در مقابل İran zəmin. İran haradır? Mən bilmirəm haradır. Çünki İranı Sistan da deyirlər, İranı Əfqanistan da deyirlər. Şeirlərin özündəki mən baş tapmamışam. Məsələn bir yerdə deyir ki, ز ایران بیامد سوی پارسشاه. Pəs Ustanı Farsla Pars şahı ilə fərqlidir o İran. Ya deyir ز ایران به خوزستان لشکر کشید. Pəs Xuzistanla da fərqlidir. Ya bir yerdə deyir ki, Firdevsi ço daraz İran به کرمان رسید. Pəs İrandan hələ Kirmana da gedirlər. İran fərqli bir ölkədir, Kirman da ayrı. Və bir yerdə deyir ز ایران بری شد سپهبد چو گرد
həm İran ta Azərabadqan. Pəs hələ İrandan gələcək Reyə yetişəcək, Rey İrandan dəyər. Ondan sonra da hələ gələcək Azərbaycana. Amma məsələ budur ki, mərzləri ki, sonra Kaşğəridə deyir, bununla da tutur. Yəni deyir Qəzvin əslində qız evindir. Qızın evi. Kimin qızı? Əfrasiyabındır deyir. Bunu Kaşğəri 1000 il qabaq kitabında yazıbdı. Ya Qum deyir, həmin qumluqda, yəni Şen, deyir Qum mərzidir Taciklərlə Türklərin arasında. Bu mərzi ki, indi coğrafiya siyasi İran var, pəs o mərzi ki, o Şahnamədə, əfsanələrdə var, ondan fərqlidir və o İran müadili Fars deyil. Bunu da gərək nəzərdə tutaq. Əgər biz baxaq Satıq Buğraxan kimdir ki, bu kitab ona verilibdi? Bu ilk şahdır ki, Qaraxanlıların içində İslam gətiribdi. Müsəlman olub, adını Əbdülkərim eləyibdi. 959 miladda da ölübdü. Qaraxanlılar kimlərdirlər? Qarlıq, Çigil, Yağma və Arğı tayfalarının qarışığı olur Qaraxanlılar. Bunların əvvəl şahlarının adı Qaraxan idi ki, Bəğdadacan alır. Əslində Uyğurdular da. Qaraxanlılar əslində onlardılar ki, baş kəndlərdə bunların qara ordudur. Ta gəlir 840 miladiyə ki, qırğızlar bunları aradan aparırlar. Satıq Buğraxan ki, bu kitabı veriliblər ona, hədiyyə olub ona. Bu Musa Bəydaşın oğludur. Bəydaş, biz dedik daş, yəni iştiraki, yəni ortaq, qoşa. Məsələn, biz qardaş ki deyirik, qarındaşdır. Qarındaş üçün vahəm olublar, bir qarından əmələ gəliblər. Ya yoldaş deyirik, yolda birdirlər, vətəndaşdır, soydaş, dildaş tutun getsin. Bunlar o qədər əhəmiyyətlidirlər ki, 999-da bütün Samaniya aradan aparırlar. Xəlifə gəlir Bəğdadda bunların adına xutbə oxuyur, Qaraxanlıların adına. Və nə yazır ki, bizim kitab-ay dərsimizdə bu böyüklükdə qüdrət ki, Kirmanacan gəlirik və İranın çox yerindən xərac alırıq, Şimali İrandan və Qəznəviyan o zamandır ki, İranda hakim olurlar. Ta dövrü Qəznəvi türklər gedir, Səlcuqi türklər gəlirlər və onlar hələ Türkistanda hakim idilər. Tam 1089 miladda Səlcuqlara tabe olurlar. Və o dövran türk dilinin lap açılış, lap qızıl dövrü idi. Çünki niyə Divan-ı Lüğat türk yazılır? Məhmud Kaşğəri gətirir 7500 lüğəti türki deyirlər. Yuyulmamış qaşıq kimin atılır araya deyir ki, biz də lüğətnaməyə fors varımız deyir. Axı qardaş, sən nə müqayisə edirsən? Onda 20 dənə lüğət vardı. Sən 7500 lüğətlə bir tutuşdurursan, bunda 300 dənə zərb məsəl var, əsatir var, nəqillər var. Tutsaq gəlsək, deyxudadır ki, 100 ilin içində yazılıbdır. Əgər o ağırlıqda, o böyüklükdə bir kitab, möhtəşəm bir kitab axtarsaq, 200 ilin içində dünyada yazılır bu cür lüğətnamələr. Amma bu 1000 il qabaq yazılıbdır və bir gənci nədir ki, mən söyürəm, bu bilikçi qutaraq, bu kitab 2-3 cələsə sonra qutulandan sonra keçək Teymura, Əmir Teymurdan danışaq və ondan sonra Divan-ı Lüğat-ı Türkdən danışaq. Hətta ondan sonra Utbətül Həqaiqdən danışaq ki, Əhməd Yuqnaqi yazıbdı, ədib idi bu da. Ya o dövranın kitablarından Divan-ı Hikmət, Xacə Əhməd Yəsəvi alimlərimiz bunu bilirlər. Bunlar o qədər əhəmiyyətlidirlər. Fəqət mənim üçün səliqəm budur ki, İran sınırlarında olan türklərin tarixindən çox söyürəm, danışam. Bunların keçəcəyi, hardan gəliblər, hara gediblər, Sumerlə nə bağlılıqları vardı və o bircə Xəzərlərlə məsələn nə bağlılıqları var da uzağa çox çıxa bilmirəm. O qədər türk dünyası böyükdür ki, mən çox çıxa bilmirəm. Amma əgər çıxa bilsək, həttəmən bunlardan gərək danışaq. Rəfiq Özdəkin bir dənə kitabı var. Adı Türkün Qızıl kitabıdır. 2000-ci cild Təbrizdə çap olub, Əxtərdə, səhifə 20-də. Deyir ki, bir nəql vardı. Bu kitabda yazıbdı. 135 səhifədə ki, bunun əl yazması da vardı. Yəni o qədər qədimidir. Və onda belə gəlibdi. Biz baxaq görək nə mənə gəlibdi. Deyir o zaman ki, Peyğəmbər Meyraca getdi göylərə və bütün rəsullarla, Allahın peyğəmbərləri ilə görüş elədi. Bir tərəfdə bir kişi parılırdı. Soruşdu ki, bu kişi kimdir? Dedilər ki, ya peyğəmbər,
333 il sizdən sonra bu Türkistanda ayağa qalxacaqdı və insanları İslam'a çağıracaqdı. 333 il sizdən sonra. Adı Satıq Buğraxandı. Deyir Peyğəmbər sevindi, sevinclə getdi, gəldi və aşağıda onu dua elədi. Çünki türklər bilirsiniz İslamın qılıncı oldular. İslamı qorudular, İslamı saxladılar, İslamı yaydılar. Və 333 il Peyğəmbərin rəhlətindən sonra Satıq Buğraxan yatdı, yuxuda Cəbrayili gördü ki, deyir müsəlman ol və dünyanı və bu dünyanı və o dünyanı qazan. Bu da yuxudan durur 333 il sonra. Və deyir müsəlmanlar, gəlin, insanlar, türklər, gəlin müsəlman olaq ki, bu dünyamız və o birisi dünyamızı qazanaq. Amma türkün bilirsiniz, böyük bədbəxtçiliyi nə mənədir? O zamandır ki, bir-biri ilə vuruşa. Osmanlıların Səfəvi olsun, Xəzərlər olsunlar və tarix boyu da bunları qabaqçı Clubhouse-larda danışmışıq. İndi də ki, indidir, elə öz içimizdə də Təbrizin manqurdu olsun, Ərdəbilin ya Urmiyanın olsun, elə öz türk manqurdlarımızdan biz çox tər çəkirik. Heç düşmən bir dənə vuranda, onların vurduğun daha acısı çox tər olur. O zaman ki, bunlar iki bölüm oldular, bir bölüm getdi Batıya, Buxara, Səmərqəndə. Onları Xarəzmşah türklər aradan apardılar, Buxara, Səmərqəndə aldılar. Bir bölüm getdi doğuya, şərqə, Kaşqər tərəfinə. Onları da Qaraxatay türkləri Çindən gəldilər, aldılar. Və son darbəni də Moğollar vurdular ki, Moğollar bilirsiniz, kiçik bir tayfa idilər. Amma çox nəzmli idilər. Mən Bəlidə bir tarix biladında kanal açdım. Keçən həftə yazmışdım ki, 12 əsgər əgər bir olalar, əlbir olalar və nəzmlə çalışalar, bunlar eləyə bilərlər, 1000 nəfərlik ləşkəri aradan apara bilsinlər. Moğollara da baxanda biz görürük Moğollar bizzat nədirlər. Tarixin oxusaz görəcəksiniz. Bunlar kiçik baləcə tayfalar idilər, türklərdən qorxurdular, təsir alırdılar. Amma Dəmirçi, Temuçin, Dəmirçidir da türküsü. Temuçin gəlir ki, sonra da Çingiz, yəni Dərya olur Moğol dilində. Bu gəlir, bunları birləşdirir, türkləri də qatır özlərinə, türklər qızıl ordusu yaradırlar və o qədər türklər çox idilər ki, siz baxsaz tarixdə Moğollar əriyirlər, çox sürətlə heç olurlar türklərin içində. Siz yəni ilk xanlara baxanda ki, gəlirlər İrana ya Qazaniyə, Qazanxan biz danışmışdıq. O zaman siz baxsaz bunların üçün sayılar, barmaq sayısı zan idilər, az idilər. Çox səri türklər yaygın olurlar və bunlar itirlər, aradan gedirlər. Amma əgər istəsəz Qərəxanlıların mövzusunda artıq itilafsız olsun, tarixi Yəmini, tarixi Beyhəqi, tarixi Səlcuqi Ravəndi, tarixi Cəhanguşay Ətaməlik Cəvini, Lubbabul Əlbab Ufi, Təbəqat Nasiri və Asarul-Baqiyə Əbu Reyhan Birundan bilgi ala bilərsiniz. Hala şayət bəzilər deyərlər ki, bu Qaraxanlılar axı gözləri badam kimin idi, o narin gözlərdən idilər. Bu nə sözdür ki, göz gərək badam olmaya, açıq ola. Oğuzlardılar, ağuzlar, qıpçaqlardılar, qarluqlardılar. Bunların gözləri iridir. Məni çox yerlərdə heç bilməzlər haralıyam. Bəzən ayrı kişilərdə soruşaram ki, mən fikir haralıyam. Müxtəlif kişilər Avropadan da deyərlər. Çünki bizlər tipimiz bu şəkillədir. Amma gərəşin olduqcan, Cünuba getdikcən, İran, Hindistan getdikcən, Ərəbi məmləkətlərə qiyafələr də fərq elirlər. Uyğurlar, Üzbək və Qırğızlar da gözləri badamdır. Amma hamısı türk dildilər. Yox, siz türk deyildiniz, türk zəbansız, türk dillisiz, türk deyirsiniz. Hər kəs türk danışsa türk olar. Ərəbi danışsa ərəbi olar, ingilis danışsa ingilis olar. Koreli danışsa da koreli olar. Bu əhməqanə sözdür ki, necə də bunu rəbti verərlər. Bir qan məsələn damarda qana çıxardarlar, azmayış elə deyirlər siz türksüz ya türk deyilsiniz. Fəqət coğrafiya deyə bilirlər ki, bəli bu coğrafiya yaxındır ya bu coğrafiya. İndi bu coğrafiya bəlkə bu gün İran olar, Türkiyə olar. Bunlar taza mərzlərdilər. Əski mərzlərdə bunlar yox idilər. Bu şəkildə sınırlar və mərzlər yox idilər. Alper Ertonqadan danışdıq, Əfrasiyabdan. Bu Qayqaxanın oğlu idi, 692-716 miladda yaşayıbdı və Əkbəri Nəcəf bir kitab yazıb Qaraxanlılar.
İstanbulda 2500-də çap olub. Səfəyi 131-də deyir ki, elə bu özü Oğuz xandır. Mən əlbəttə bu nəzəri qəbul eləyə bilmirəm. Çünki onun da moridində danışacaq. Səsim gəlir buracan? Bəli, gözəl söhbətlərinizi eşidirik ay doktor. Davam buyurun. Bu kitabda Keykavusdan, Rüstəmdən, Ağdevdən belə bir karakterlərdən, əfsanəvi bir karakterlərdən bir söz yoxdur. 4 dənə karakterimiz var burada və bunların birinin adı Güntoğdudur. İndiki dilimizdə Gündoğdudur. Bu şahdır, Gündoğdu və Numad-ı İdalətdir. İndi gəlin biz bu bəhsi yenə də dırnaq arası deyək. Mən söyləyəm ki, söz danışanda dad duz da vuram ona, elə quru-quru söhbəti yorucu və danışqahı şəkildə getməyəm qabağa. Söyləyəm ki, bunun dad duzu da olsun. Ona görə qulaq asın ki, Gündoğdu məfhum idaləti var. Fikirəm hamımızın huşu məsnui zətdə varızdır da. Orada eləyə bilərsiniz, vurasınız Gündoğdu, Qutadığı bilikdə, Numad nə mənədir? Yazacaq Numad idalətdir orada. Yazın ki, bu gündür, Gündoğdudur. Məsələn, günəş Sumerlərdə nə mənənin numadı idi? Yazacaq Numad idaləti idi. Oxlarında demişik da, idalətin qəzavətləri idilər ki, göndərirdi yerlərin üstünə. O orada otu, bu orada gün. Çünki Sumerlər gün tabidənə deyirdilər. Bunun sifət failisi olur aftab. Pəs günü ki, həman Sumerlər yazıblar, mən də Danulduzlarda bu çəhdim və dedim və sənədində verdim. Onlar gün iki deyiblər, biz sonralar həman o aftabı götürmüşük işlədirik. İndi elə bir buna bənzər bax. Bir nəfər fars gəlir deyir ki, ağa Sumerlər qabaqcan aftab deyirdilər. Biz deyirik, yox, aftab deyirlər. Siz xورشید işlədirsiniz. Deyir, xورشیدi qədim işlədərdilər Sumerlər. Biz indi işlədirik, indi aftab deyirik. Deyirik, yox, bunlar təsadüfdür, heç irtibat ola bilməz. O gülərlər bizə. Mən bilmirəm, biz niyə gülmürük bunlara? Ki, biz deyirik, otov deyirlər, Ay Şah Mərsi 69-cu səhifəsində, lüğətnaməsində heç bu söhbətlər yox idi. Otov gətiribdir ki, türklər otov deyərlər Sumerlər kimin. Sonra gün Sumerlərdə parlamaq, aftab mənasındədir. Biz də indi o işlədirik. Amma bunu nə edəcəksiniz ki, ikisi də idalət idi. Məgər Yusuf Balasağunlu xətti mixin əslən bilirdi. O topraq altında qalmış neçə min il və o zaman ki bu kitabı 1000 il qabaq yazırdı. Nə xətti mix kəşf olmuşdu, nə də aşağı Pensilvaniya bunlar məni eləmişdi. İkisi də idalət. Yəni bunlar hamısı təsadüfdülər. Olsun təsadüfdülər. Gedək ikinci karakterə. İkinci karakter Aytoldu. İndiki dildə Aydoldu. Dolu ay, tüm ay, bütün ay. Bu vəzirdir. Numad nə mənədir? Bəxtəvərlikdir, uğurdur. Bəzən deyərlər ki, Sumerlər ənnənə deyirdilər aya. Ax siz ay deyirsiniz. Mən sadə bir zət deyirəm da. Bunu da huş məsnuidən soruşa bilərsiniz. Ənnənənin qızının adı Ay idi. Ay gəlir Sumerlərdə otovla, həman günəşlə izdivac edir, evlilik edir. İndi hər uşaqdan soruşsan ki, günəş ki göydədir, kişi olsaydı, çünki sonralar bu çönüb xanım olubdu da, bu kişi olsaydı, xanımısı nə mən olardı? Göydə ulduz olardı, Zuhəl olardı, nə mən olardı? Deyərlər ki, ay olardı. Ayla gün ər-arvaddılar bir-birləri ilə. Biz ona görə ənnənənin qızının adını Sümerlər ay deyirdilər, biz getmişik. Çünki bundan evlənibdi, ay demişik. Yəni bu cür rahat bir istidlal, məntiqi biri qəbul edilməsi kördür da, faşistdir o. Və bu dəqiqən Aydoldu da orada vardı. Üçüncü karakter ögüdülmüşdü. Ögüdülmüş vəzirin oğludur. Ki bu da yəni düşünəcək. Yəni beyin, yəni bilgi və bu ənci ilə birdir. Bunu da uzatmayaq. Gələk dördüncü karakter Udqurmuşdur. Biz bunlar neçə cələsə danışacaq, ona görə tanımağımız yaxşıdır. Gündoğdu, Aydoldu, Öydülmüş və Udqurmuş. Udqurmuş o birisi dünyanın Zohdun numadıdır bu kitab. Zaman ki bilgəmiş gedir ki, cavabdana bir ömür tapsın, əbədi bir həyat tapsın, suların
üstündə görür ki, bir nəfəri tanrılar qoruyublar və onu həmişəlik saxlayıblar, yaşayacaqdı. Adı nə mənədir? Odna pişmişdi. Odna pişmiş. Biz odna pişmiş, yəni bir saxsı salsan suya, əzlər də palçıqdandır. Amma pişirsən, odna pişirsən, bu əbədi olar. Bunun karakteri nə mənədir? 4000 il Bilgəmişin nəqlindən sonra 1000 il qabaq od qurmuş, nomad əbədiyyətdir. Və bunlar aya hamısı təsadüfdür? Məncə yox, təsadüf deyil. Məfhumlar ki, bu kitabda gəlib çox cəlibdir. İdalət, hökumət, nə cür yiyək, nə cür hirstdən qaçaq, nə cür zamanımızdan istifadə eləyək, nə cür dinlə siyasəti bir-birindən barışdıraq, nə cür hakimlər mərdumun qabağında məsuldurlar, görevləri vardı. Uşağı nə cür tərbiyyət eləyək, ölümünə nə cür qarşılaşaq. Yəni bunların hamısı bu kitabda gəlib, hevik dərdi biz büyünəcən bu kitabı tanımayaydı və bilməyəydik bizim bu hikmətimizlə. Minlər il bəşər gəlib yetişib bu kitabın şeirlərinə 6600 beytdə bizə bu nəqilləri deyib, bu şeirləri deyib. Yəni hikmət ki, minlər il bəşər təcrübə eləyibdi, bunları deyib və biz bunlardan qırmışdıq büyünəcən. İndi əgər ömür olsa bunları danışacaq, ömür olmasa da özünüz cavanlar gedib bu kitabı alıb oxuyacaqsınız, tapacaqsınız və bizim keçəcəklə tariximizi barışdıracaqsınız. Bizim təcrübələr gətirəcəksiniz ki, biz Batı dünyasından, Qərb dünyasından fasilə aşmışıq, dala düşmüşük, çünki qırılmışıq köklərimizlə. Köklərimizi tapsaq yapraqlar və meyvələr düzələrlər. Bu mənim 2000-ci bölümüm. Əgər sualı var, eşidim. Çox məmnunam Aygötür. Xeyr, mənim nəzərimdə fəqət o söhbəti ki, Ay Məcra elədilər, o da otağımıza zəbt oldu və bir daha tarix şəfahi tarix kətbiyə görə işarətlidir. Buyurun Aygötür. Bunu işarə buyursanız mən ona da bir cavab verim. Kətbi ədəbiyyatımız vardı və Həmasi Manası şəfahi bəxşində qoydular və Koroğlunu. Onu istədilər deyələr, yəni در واقع sual kimində dəyərdi, nəzəridir. Fəqət bu və əgər idami söhbətlərinizə nəzəriniz olsa, buyurun. Mən çox Şahnaməyə bir sözlər deyəmirəm, çünki bir tədad onu çox söyür, müqəddəs eləyiblər. Hər nə mənə müqəddəs olsa bu dünyada diktatorluq vücuda gətirər. Yəni mən o karakterdən intiqad eləyənmərəm, sual eləyə bilmərəm, nəqd eləyənmərəm, sorğuya çəkə bilmərəm. Çə bir adam ola, çə bir hakim ola, çə bir dənə kuruş ola, çə bir dənə Firdevs ola. Əgər onun mövzusunda sual icad olmasa, nəqd elmi olmasa, o istibdad gətirər, o diktator gətirər. Firdevsu da üçün çox müqəddəs eləyiblər də, sufra başına gətirirlər, aparırlar, qəbir başına qoyurlar, neynirlər. Ona görə bir tədadın əhəmiyyəti var. Mən fəqət işarə edirəm, quzara işarə edirəm. Onlar ki, düşünürlər onlara. Baxın, İskəndərin canişinləri Sulukyan nə qədərində hakim oldular? 65 il İranda hakim oldular. Firdevsu onlara 3000 beyt şeir deyibdi. 3000 beyt, 65 ilə. Amma İç Oğuz əşkanlılar, Türk hökumətləri 500 il İranda hakim olublar. Yəni 10 bərabər olar hududən. Cəmində 23 beyt şeir yazıbdı ki, nemidanəm. Heç bilmirəm. Nə az anan nami şenidəm, nə də nameyi Xosrovan دیدم. Belə bir beytlərdə vardı. 23 beytdə deyib nemidanəm. 500 il İranın tarixini yox eləyibdi. 65 il biganə, elə məsələn indi Trump həmlə eləyib buranı alıbdı. Bəli, onları 3000 beyt deyibdi. Bir bu. Əsən Şahnamə Türkanla bunu müqayisə eləmək iştibahdır. Bu xatir bu ki, əsən yemirlər, bir-birlərini yemirlər. Biz bunu istəsək də oxuşadaq, eləyə bilərik Əflatunun məsələn kitabda Yunanın asarı ədəbisi ilə oxuşadaq. Şahnamə ilə iştibahdır. Burada
qəhrəman, ziddi qəhrəman yoxdur, millətlərə tohin yoxdur, arvadlara tohin yoxdur, nifrət yoxdur, xurafat yoxdur, devdən zatdan söhbət yoxdur. Burada əql, hikmət və dindən danışılır və bəşəriyyətə mən danışdıqca kef eləyəcəksiniz ki, bunlar var idilər. İstəyirsiniz bizə rəsm başlayaq bunun. Mən bir qismətlərindən başlayayım bunu deyim. Əlbəttə ayı döyütürük, sevə-sevə. Çünki Mən otağımız biraz heyf olur. fasilə düşdü. Elə buyurun təkmillərin söhbətlərinizə. Gözəl Bəli, olar. heyf Buyurun. olar. Bunu 27-dən mən bunu oxuyuram. Tanrının adı ilə sözə başladım. O yaradan, yetirən və köçürən Rəbbimdir. Baxın, o yaradan, yetirən və köçürən Rəbbimdir. Hamımızı köçürdəcəkdir. Vahid Tanrıya minlərcə şükür olsun ki, Allahu Əkbər ki deyirik, haman odur da. Onun üçün fənalıq yoxdur. Qara yeri, mavi göy, günəşi, ayı və gecə ilə gündüzü, xilqəti, zamanla zamanəni o yaratmışdır. O bütün varlıları dilədi və yaratdı. Kun fəyəkun ki deyirik, dilədi, yəni arzu elədi bir ləhzə və haman ləhzə yarandılar. Bircə dəfə ol dedi, dedikləri oldu. Bütün xilqət ona möhtacdır, möhtac olmayan yalnız odur. Biz ki deyirik Allahu Səməd, haman muhtac olmayan yalnız odur, o yeganədir. Qul huvallahu əhəd deyirik, o yeganədir. O qüdrətli, qadir, əbədi Tanrı, səndən başqasına bu ad yaraşmaz. Ululuq və böyüklük yalnız sənə məxsusdur, sənə tay və bərabər kimsə yoxdur. Deyir, ey bir olan sənə şərik yoxdur və la şərikə ləh. Hər şeydən əvvəl və sonra varsan. Sənin birliyin hesaba gəlməz, sənin qüdrətin hər şeyə çatar. Şübhəsiz sən təksən, istisnasan, ey sonsuz Tanrı. Müstəsna ilə, sıra ilə qarışmaz, qatışmaz. Ey batini və zahiri bülənd, ey haqqul yəqin, gözdən iraq olsan da, könlə yaxınsan, parlaq gün və ay kimi varlığın bəllidir. Ancaq sənin nizəliyi qavurmaq üçün könül və ağıl acizdir. Sənin birliyin əşya ilə ölçülməz, əşyayı sən yaratmısan, onlar sənindir. Baxın, bu əqli, bəşəri ilə gözüm məhdud bir qismətəcən görür, qulağım məhdud bir qismə, əqlim azmayışqa, hamısı məhduddular, naməhdudu nəzr elə. O iki zaman və məkan yaraldıb, mən onu məkan və zamanın zərfində nəzr dərk eləyəcəyəm, deyir, könülə yaxınsan. Bütün xilqəti sən yaratmısan, varlıq fanidir, sən əbədisən, yaradana yaranmış şahiddir, yaranmış iki yaradan birinin şahididir, onun oxşarı və bənzəri yoxdur, necəliyini məxluqun əqli idrak etməz, nə yiyər, nə yatar, hər zaman oyaqdır, bənzəməz, müqayisə olmaz, təsəvvür edilməz. Mən neçə il bundan qabaq bir kitab yazmışam. Bilmirəm onu oxumusuz, oxumamısınız. Şəban və Afərینəndə adında. Şəban və Afərینəndə o deyid Musa Şəbani ra berah, ondan ariyyət almışam. Orada fiziki qəvaninindən gəlmişəm öz baş tapdığım bu kainatda yaradan, çünki da biz məsələn İlon Musk'dan yuxarı olmayacaq ki, o elmə bu belə ittilaat var. Ona deyirlər Tanrıya etiqadım var, deyir yox. Kreativ ya yaradana etiqadım var. Elə bizdə həman Afərینəndədir. Adını nə mənə qoyusuz qoyun, Vişna, Qad, Əhura Məzda, nə mənə qoyusuz qoyun. Həzrəti Əlinin bir dənə xudaşinasısı var, Nəhcül Bəlağədə. Mən dini çox adam deyirəm. Dinə sayğım vardı, etiqadım var. Amma çoxdur şeyx məsələn bir adam deyirəm. Nəhcül Bəlağəni çox dərin görmüşəm. Məsələn 1000 il qabaq deyir, əşyanın içindədir, nə o cür ki içərisindədir və eşiyindədir, nə o cür ki eşiyindədir. Xub, ərəb 2400 il bundan qabaqda nə cür Tanrını təmsil eləsin, kvantumun nə cür desin. Mən ona görə buradan başlayıram və gedirik, səfə bir səfə gedirik. O yerlərə ki xətt çəkmişəm və fikir edirəm ki, çox mühümdür. Onlardan bir iki dənəsini deyirəm. Ondan sonra kəsiri saxlayacağıq o birisi bəhsləri. Səfhəyə 149-dan bir səfhəsini sizə deyim. Çünki bəhsdən çıxmışam eşiyə, bunları saxlamışdım. Gələn seri istədim bir tanış olasınız, ondan sonra gedək.
Deyir, atanın yeri onun adı ilə birlikdə sənə qaldı. Qoy bunlar əlavə olsun. Min el ona nadir hədiyyələr verdi. Sən də qutqat qubili ki, hədiyyə et. Onların hədiyyəsi gəldi, gedər. Mənimki isə əbədi qalar. Dünyanın malı nə qədər çox olsa, axırda qurtarar. Söz isə dünyada duracaqdır, durar. Xaqanın adı kitaba yazıldı. Ey xoşbəxt hökmdar, bu ad əbədi qaldı. Əvvələn, burada hədiyyənin moradında deyim ki, oracan ki, başardınız hədiyyə alın. Nə qədər çox hədiyyə, sizə çox pul xərcləsələr, sizi çox tərs sevəcəklər. Nə qədər çox özü ucuz tutsaz, o belə ayaq altında qalacaqsınız. Türkdə görmüsünüz də o insanlar ki, əziyyət elərlər, o insanlar ki, məsələn, naəhl olarlar, onlara çox der, ata-ana sevər. Görbərdə çox onlara əhəmiyyət verərlər. Bəli, o insanlar ki, çox zəhmət çəkərlər. Baxın, sağ əlimizlə sol əlimizə baxaq da. Sağ əlimiz hər işi görər, kəsif işləri də görər, yazmağı da yazar. Sol əlimiz heç iş görməz. Üzüyü, biləziyi, saatı ona bağlarıq. Yaxşı, burada deyir ki, söz əbədidir, söz qalacaq, dünya malı gedəcək. Mənim bu səsim qalacaq, bilmirəm 100 il sonra, 200 il sonra eşidəcəklər, biləcəklər. Amma hər kəsi ki qaçır dünya malının, nəinki dünya malına qaçmayaq. Burada ittifaqən bərəks deyir. İnsan dünya malına da qaçmalıdır. Çünki biz indi qəbzimizi verməyə, elə bu interneti almağa, filtr şəkəni almağa, bunların hamısına pul lazımdır. Amma nə o həddə ki, gözlərimiz yumula, o atların gözlərinin o əlbəlinə qərə bir zat bağlanırlar ki, yolun qırağında o göy-göyərəntini, yoncaları görməsin, getməsin, yol getsin. İnsanlar da ki, mən xiyabanlarda görürəm, maşınların içində görürəm, yeyin gedirlər, gəlirlər. Görürəm, başlarını qalxızıb bir buluta da baxmırlar. İnsanların gülmağına da baxmırlar, səlamlarını da eşitmirlər. Gülləri də ki, bu fəsildə çoxdur, Təbrizdə də bol-bol gül vardı bu fəsildə, heç birini görmürlər. Burada kitabda deyir ki, söz qalacaqdır. 1000 il sonra Yusif bala sağ oldu, sənin sözün qalıb, amma o hakimin, yəni Gündoğdunun nə mənə malı, mülki, atı var idi, hamısı gediblər, amma sənin sözün burada qalıbdır. Əgər sualı var, mən eşidim. Xeyr, ki, çox gözəl söhbətlər buyurursunuz. Nəhsul Bəlağa buyurdunuz. Yadıma düşdü Nəhsul Fəradisi Məhmud İbn Əliyə Bulğari 759 Hicri qəmərizədə. O da bir asar-ı məktubi dinidir. Çox böyük bir əsərdir ki, biraz fasilə ilə Nəhsul Bəlağədən yazılıb. Buyurun, həmam mehvəri ki, söhbət buyurursunuz, idamə verin. Çox şirin və çox eşidilməyən söhbətlərdir ki, indiyəcən bizim millətimiz, bizim İranda olan bu fürsətləri olmayıb ki, bu söhbətləri eşitsinlər. Buyurasınız. Mən bunları saxlayırdım gələn seriyaya, yəni 11-əcəndə bilirsiniz danışaram, sonra yığışdırıram sözlərimi. Amma bunları bu cələsə bir miqdar qabağa düşürük, gedirik qabağa. Səhifə 159-dan mən beyti 168-i deyirəm. Deyir, sözünə diqqət elə. Başın getməsin, dilini saxla, dişin sınmasın. Bilirsiniz, mən uzun zamanlar o sinnitsi zindanlılara bivasitə bu ki, mənim bir döhtür dostum Maday, döhtür Məhmudzadə rəvanşinasdı mənə dəvət elədi. Mən də illər boyu üçün Muslimi Fərhəngidə danışmışdım Neurolanguage Programming ya bərnaməriziyə, əsəbi kəlamı. Sonra televizyonda da mənim 100 bərnamə məharətay zindigi deyərdilər Səhənd kanalında. Orada karşınas mücrim danışardım. Mən bu zindanın uşaqlarından ki, müşavir olmayanda gedərdim, həftədə bir cələsə danışardım. Orada əğləb bilirsiniz, bıçaq çəkiblər, adam öldürüblər. Niyə? Bu xatir bu ki, dişlərini saxlayamayıblar. Əgər 10 saniyə insan hirsini kontrol eləyə bilsə, əqli yerinə gedər və heç vaxt dava eləyə bilməz. Ya elə bir cürvüraşı çox asib görməsin. Bunların iki sinniləri olubdur və cavan sinnidə bu işi görüblər, çoxları qətlə mürtəkib olublar. Burada 1000 il qabaq deyir, sözünə diqqət et. Başın getməsin, dilini saxla, dişin sınmasın. Yəni, bizə zərb məsələ də ola bilərdi. Əslən, lüğət və kəlmənin və sözlərin düzüşü bir dənə məharətdir.
Beyti 171-ə qeyd edirəm. Bəli. Bizim Şahnamə-i Türkanda, yəni Quthad Qubilikdə deyir ki, danışmayana heç yerdə lal deməzlər. Yəni dedi ağzı olan danışır. Bu bizim hikmətimizdir də. Bizə deyir ki, oracan ki eləyə bildin sözün qıssası dava kimindir, ilac kimindir, əsər elər. Sözün çoxu ziyan verər. Amma burada siz xiyabanda mikrofonu tutun, hər nə məndən sual soysanız deməyəcək mən bilmirəm. Həttəmən bir nəzər verəcəkdir ona. 1000 il qabaq bizə deyir ki, ona görə az danış. Mən müəlliməm. Gedirəm bu kitabları oxuyuram, incəlirəm. Elə zaman olur gündə 300 dəfə oxuyuram və bunları gətirirəm burada o yoldaşlar üçün nə zamanla var, nə bu kitablara əlləri çatır. Bunları öz dilimizdə deyirəm ki, bu bilgi daşınsın, transfer olsun bunlara. Amma məndən sonrakı müəlliməm eşik zamanlarda çox az danışan bir insan olaq. Taadül orta yolu tutan kişi yüksələr. 175-də deyib. Orta danışmaq. Uca danışmayasan, qıssa danışmayasan, yeyin danışmayasan ki, sözlər düyün düşə. Çox da fasilə verməyəsən sözlərin arasında ki, eşidəni yuxu tuta. Uca danışanda səni əsəbi görəcək. Çox yavaş danışanda səni zəifin nəfs görəcək. Burada taadüldən danışır. Taadül yeməkdə, taadül yatmaqda, taadül danışmaqda, taadül pul xərcləməkdə. Və gəlirik 179-cu sətrdə deyib biliksiz adam şəksiz kördür. Sanal dünya, fəzai məcazi bahis oldu ki, hamı özün bilikli bilir. Yəni bilgili insan bilir. Bir dənə də huş məsnui gəldi ki, daha bu təvəhhümü insanlarda yaratdı. Həmişə bilmək və bilgi dərinliklə olar. Səthi halətdə olmaz. Dərinlik harda olar? Kitab oxumaqla olar. Məqalə oxumaqla olmaz. İnternetdə dolanmaqla olmaz. Instagramda olmaz. Və biz görürük bunu 1000 il qabaq bizə Tazaşdan deyibdi. Mən bunları saxlayıram və istəyirəm bir külliyyət deyəm biləcək ki, bu bir hakim ki, istəyir adil ola. Hakim deyəndə bu bir dənə bankın rəisindən tutun ta yuxarı məqamlara, dünyanın hər yerində hər kəs istəsə hakim ola, müdiriyyət eləyə. Bunlara bir sürü sifət deyibdi. 14 şəkildə mən bunları xülasə eləmişəm. Bir budur ki, adil gələk ola. 2 yaxçı adı ola. Adı cəmaatın içində pisə çıxmaya. 3 insanlara vəfalı ola. Yəni Məhəmməd Rza Şah kimi bir dənə ittifaqda durub qaçmaya. 2 seri, 3 seri bilmirəm, qaçmışdı. 4 mərdumu nəzmə çəkə. 5 insanlara səadətə çatdıra. Əliyə bəy götür danışır və elə yaxşı. Bəli, yenə səs getdi. Mən indi burada yaddaşlayıram, çünki bayaqki söhbətdə buyururdular, elə o müdiriyyət və təsəllüt nəfsi idi ki, zindanda olan bir məsələləri söhbət edirdi ki, çoxları zindana gedib. İndi də səsləri gedibdi və nəzm və adəti ola, o bəndiləri sayırlar ay döktür. Qeydəndə yadda qalsın, tazdan soruşanda deməm ki, çətin suallar eləyərdən soruş. Bəli, indi səssiz vardı. Ay döktür, nəzm adətdə qaldı. Bir seyirdə əvvəldən buyursanız məmnun olunam. Təşəkkür. Ay dördüncüsün deyin də, üçüncüsün dediniz. Nəzmət Kəmərdimi 5-ci insanların səadətinə və sirvətinə də fikir verə. Yəni bu iki pul millisinin ərzişi vardı, qazancı vardı, iqtisadiyyatı nə cürdür, çörək apara bilir evinə və eləyə bilir pişrəft eləsin. 6 əl açığı ola. 7 ürəyi böyük ola. 8 pak və təmiz ola. Pak və təmiz fəqət bu deyil ki, paltarlar təmiz ola ha, yəni əli pak ola, rüşvə almaya, ixtilas eləməyə, oğurluq eləməyə, yoldaşlarını yedirtməyə, mafiyaları yedirtməyə. 9
gülər üz və mehriban ola. 10 üzündə səbr görsənə. 11 pisləri özündən uzaqlada, yaxşıları özünə yaxınlədə. O ki bizim əğləb müdirlərimizdə görürük bunlar yoxdurlar. Yəni öz döyürbərin, öz həmkətlisin, öz familin yaxınlədir. 12 alimlərə və danışmənləri böyük tuta, onlara ərz verə. Yəni o məmləkəti olmaya ki, yazıcı zindanda ola, alimlər sərmaye milli nəzərdə tutulalar. Kitabları azad ola, çap olunmağa mücəviz verirlər, danışmaqları, danışıqlarda azad ola. Hər məmləkəti, hər hakimi ki, eləyə bilə, ərz verə, öz bilgili adamlarına o camiə yüksələr. 13 keçəcəkdən ibrət ala. Hakim gərək keçəcəkdən ibrət ala və 14 yaxşı niyyət ola. Mən külliyyətdə sözümü bu cürsünə istəyirəm, qutaram və bundan sonra da eləyə bilərsiniz. Siz də otağı yığışdırasınız ta gələn cələsə bu bəhsi şirin-şirin idamə verək. Mən də ayrı bir filtr çəkənlərlə gələm ki, bu cür olmasın. Oracan ki, eləyə bilirəm. Hətta mən pulu da alıram, yenə də bu otaqdan fikirəm zamanı olur, o zamanda salır eşiyə. O da budur ki, əgər Şahnamə bir millətin keçəcəyini rivayət eləyir, çünki Şahnamə o iki şaha yazılıbdır. Bir dənə deyir ki, Şahnamə hər kitabı ki şaha yazılsa ona Şahnamə deyərlər. Əgər Şahnamələr bir millətin keçəcəyini rivayət eləyir, qutadğı bilik bir millətin gələcəyini istir görsəsin. Əsən qadın. Çox təşəkkür edirəm. Bugün dostlara da ki, əl qozadılar və heç zaman eləyə bilmirik gətirək üstə. Mən hamıdan üzr istəyirəm. Bir müşkili fənni hətmən vardı. Cəliladan, Ayı Həsənli, Kakaya və Əsəda ki, mən əgər görürəm, Ay Doktor Tahiridir, biz tanırıq və çox xoş gördük və çox sevindik. Müəllim təəssüflərini mən dəfalarca dəvət yolladım və heç birisi üstə alınmadım. Bazı iftixar edir ki, sizlərin də səsin üstə eşidək. Özür bəy, sizin söhbətiniz vardı və Ay Doktordan bir dünya məmnunam bugünün bərnaməsinə. İnşallah o birisi bərnamədə bu müşkili fənniyə rast gəlmərik. Buyurun Özür bəy. Bayrağa, Eliyar bəy, sizə də yaşasın deyirəm. Çox gözəl idi otağımız. Kimi xanımın da vücudu ki, həmişə burada olmağı bizə ürək dayağıdır. Yaşasın deyirəm və bütün yoldaşlara da. Mən bir dənə mövzunu istirdim. Deyəm, dostlar, necə ki bu qışda adam nələ üşüyür, ya yayda adam tərlir, yəni çox təbiidir da, bunu təəccüb eləmək yeri yoxdur. Yəni İranda durumu bu günləmə maalesef bu cürdür və bu kəsintilər də heç təəccübə bizi uğratmır. Ona görə inşallah ki, gələn dəfəyə kimi cənab doktorun bu iletişim məsələsi, yəni cənab doktor deyəndə, yəni İranda ölkəmizin iletişim məsələsi cürlənər və biz bu məsələ ilə üzbəüz olmarıq. Amma o məsələyə ki, istirdim dəyərli yoldaşlarımıza çatdıram. O da budur ki, yoldaşlar, mən bunu dəfələrcə demişəm və Instagramda da paylaşmışıq ki, Haray Radio indi əgər dünən internet üzərində olsaydı ya saytımızın üzərindən yayılsaydı, bu günlərimə biz mahva radiyuq və Türkmen aləmdə yahsət, yəni 52 dərəcə şərqi çox rahat, yəni məsirdir tutmağa. Ona görə bütün yoldaşlarımızdan istərəm ki, hər kəs elə öz yoldaşına desin, bizim bunu ki reklam eləmişik Instagramımızda onu göndərsin başqa yoldaşlara, bəlkə səsimizi çox tanıtdırıq. Təşəkkür edirəm ki, varsınız. Eliyar bəy. Siz sağ olasınız. Bütün dostlar ki, hər biri bir qədəm atırlar bu yolda. Məxsusən Ay Doktor Rəhimov Bayraqçı başımızın tacıdır. Çox məmnun ki, vardılar həmişə. Hamıya uzun ömür, saadətli ömür arzu edirik. Kim yaxam son sözü sizdən eşidək və son mahnımızı da qulaq. Əgər söhbətiniz olursa, buyurun. Mənim də çox təşəkkür edirəm. Xas bir ərzim olmayacaq. Allah sizləri millətimizə çox görməsin. Bizləri eşidənləri də həmçinin yolumuza davam. Hər halda Rəhim bəy, böyünlərim gözəl söhbətlər olundu. Mən çox şeylər öyrəşdim. Xeylərlə də not götürmüşəm. Xüsusən bu ələm orucu dedi. Sağ əlinlə sol əli və çox cəlib idi biləmə.
yazmalı bir mövzu çıxdı və gözəl ola bilər. Hər halda Özgür bəy, sizdən də təşəkkür edirəm. Canlı yayından da gedirdi bir neçə yerdən, məxsusən Instagramdan da çox qatılanlar var idi və onlar üçün məhdudiyyətlər var idi. Bura gələnmirdilər. Instagramdan çox təşəkkür edirəm ki, oradan da səsimizi yayırsınız Döktür Rəhim bəyin və daha ərzim olmayacaqdı. Çox bevaq olub Rəhim bəyə, hər halda təşəkkür edirəm hamınıza. Buyurun. Çox gözəl. Eləcə bir dəfə də mən dostumuzun adını aparım da Aras Ulduzlu bəy də bu işdə qatqısı vardı və ITBT TV-dən də və onların da YouTube-larından da bu məsələ yayılmaqdadır. Sağ olasın. Eləcə bəyə sözü olmasa mən son muzikimizi sala bilərəm. Xeyr, söhbət yoxdur, hamı Tanrıya tapşırırıq. Sağ olun, var. Ey vətən oğlu düşün, bil ki sənindir bu vətən. Sabahın, həm bugünün, həm dünənindir bu vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var. Vətən uğrunda ölənlər ölümündən doğular. Biz vətən məcnunu, el aşıqı, sülh əsgəriyik. Biz vətən naminə ölsək, dirilərdən biriyik. Mənim öz ulduzumu bağrına basmış hilalım. Dedi öndər yönü bayraqdakı üç rəngdən alın. Sən bu gül bayrağın altında məramınca yaşa. Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa. Sənin öz bayrağının kölgəsi cənnətdir sənə. Günəş hər gün doğur ancaq içimizdən vətənə. Bizim iqbalımızı yazdı qılıncın kəsəri. Bizi biz etdi dədəm qorxud oğuznamələri. Ey Azərbaycanımız, Türkün oğuzlar vətəni. Ər oğullar, ər igidlər, kişi qızlar vətəni. Sənin haqqındır azadlıq, sənin eşqindir iman. Tapınar haqqa və insanlığa haqdan doğulan. Bəşərin dərdini öz dərdi bilib millətimiz, bizim öz niyyətimizdən doğulur niyyətimiz.